Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bu dəfəki söhbətimiz cəmiyyətdə zərərli vərdişlər, adətlər silsiləsindən qəbir məsələsi barədədir. Qəbir daşları, qəbir üstlərinin götürülməsi barədədir. Bildiyimiz kimi günümüzdə bu məsələdə də İslam dininə zidd olan əməllərə yol verilir, böyük günahlara yol verilir ki, bunların da başında israf gəlir. Peyğəmbər Əleyhisselamın dövründə qəbirlərin necə götürülməsi, dəfn mərasiminin necə keçirilməsi haqda bizə ətraflı kifayət qədər məlumat gəlib çatmışdır. Bunlar İslam şəriətinin qayda-qanunudur. Peyğəmbər Əleyhisselamın özünün şəxsi düşüncəsi və davranışları deyil. Bunlar hamısı Allah tərəfindən Peyğəmbərə müsəlmanların dəfn mərasimini necə həyata keçirilməyi barədə birbaşa əmrlərinin Cənab Cəbrail vasitəsilə Peyğəmbərə gətirilməsidir və onun da öz səhabələrinə və ətrafına bunu nümayiş etdirməsidir ki, biz bunun günümüzdə əks hərəkətlərinin şahidi oluruq. Bunların başında bildiyimiz kimi israf gəlir. Əvvəlki çıxışlarımızda da dedik ki, israf halal malın boş işlərə, günahlara sərf olunaraq dağıdılmasıdır. Bu məsələdə, qəbir məsələsində birinci məsələ israf barədə o qədər də geniş yer almasa da, lakin bu yaxınlarda bir Sabirabad rayon tərəfdə bir dəfn mərasimində gördüm ki, qəbirlər olduqca enli qazılır. Bu Peyğəmbər sünnətinə ziddi. Qəbirlər bildiyimiz kimi günümüzdə insanların kütləvi surətdə və çoxalması şəhərlərin bir hissəsinin artıq qəbirstanlığa çevrilməsinə səbəb olmuşdur. Ona görə də qəbirlərin bizə Peyğəmbər sünnətindən bəlli olan ölçüləri vardır. Mərhum qəbrə bildiyimiz kimi sağ çiyini üzərində qoyulur. Onun yeri çox olduqca qısadır, geniş yerə ehtiyac yoxdur. Bəzi rayonlarımızda, qəsəbə kəndlərimizdə isə qəbirlərin yeri olduqca geniş götürülür, üstü də geniş götürülür. Yəni bunun nə qəbirə, nə qəbir sahibinə heç bir xeyri yoxdur. Bunlar Peyğəmbər sünnətindən çıxmaqdır ki, böyük günah olmasa da torpaqların zəbt olunmasıdır ki, hörmətli dinləyicilər gərək bunlara yol verməsinlər. Bu məsələdə ən böyük israf, günah qəbirlərin üstünün, baş daşının götürülməsi ilə bağlıdır. Burada bahalı daşlardan, mərmər, qranitdən istifadə edənlər, hətta ölkəmizdə olan bu materiallardan kifayətlənməyək, xarici ölkələrdən, İtaliyadan, İspaniyadan gətirilən baş daşları da var. Bildiyimiz kimi bu Azərbaycanda bir biznes sahəsidir. Bu əsasən varlılar tərəfindən qızışdırılan, həyata keçirilən və pis rəqabətə səbəb olan bir adətdir. Bu adət də İslam dinində həqiqətən böyük israfdır. Nəinki israf, bu israfı cəmiyyətə təbliğ etmək, israfdan da daha, yəni günaha israr etmək, israfdan da daha böyük bir günaha gedər. Bəzən orta sinif, hətta kasıblar belə borc edərək, bu varların arxasına düşərək, yəni hündür 2 metrədən hündür qəbir daşları düzəltmək, onun üstünü də bahalı mərmərlərdən düzəltməyin şahidi oluruq ki, bunu hər kəs öz təcrübəsində görə bilər ki, bütün bunlar İslam dininə, Allahın qayda-qanununa hörmət naminə edilmir. Əksinə, qonşuların, məğrəbənin, atasının, ailə üzvünün, anasının qəbrini nə gözəl götürdü deyiminə əsaslanır. Yəni, bu işdə təkəbbür, şöhrətpərəstlik və ətrafı ilə pis rəqabət yer alır ki, bunlar da hər biri İslam dinində böyük günahlardan hesab olunur. Əsasən bu işi təkrar edirik ki, qızışdıranlar imkanlı şəxslərdir. Ona görə onların cəmiyyətə təsiri adi vətəndaşlardan daha çoxdur. Bizim imkanlı şəxslərdən də xahişimiz, tövsiyəmiz o olar ki, bu tədbiri, qəbir üstlərini sadə bir daşlar, ola bilər ağlaydan, sadə bir daşdan götürülməsinə nail olmaq yolunda cəmiyyətə yardım göstərsinlər və bu işlərdən, günah işlərdən çəkinsinlər. Bundan sonra qəbir daşlarına şəkillərin vurulması məsələsi gəlir. Qəbir daşlarına Peyğəmbər Əsəlamın dövründə qətiyyən bu şəkildə həyata keçirilməmişdir, düzəldilməmişdir və şəkil vurulmamışdır. Kişi şəkili vurulmağı dində, şəriətdə məkruhdur, lakin qadın şəkili vurmaq haramdır. Ümumiyyətlə bu işin ən iyrənc cəsarət forması
açıq-saçıq qadın şəklinin qəbir daşı üstünə vurulmasıdır ki, bəzən günümüzdə bunların şahidi oluruq ki, bir çox qəbirlərdə artıq nəinki qadınların qəbirstanlığa girəndə hər hansı bir qadının anabacılarımızdan üzr istəyirəm, bəzi əzalarının açıq şəkildə qısa paltarda olan şəklinin qəbir başı üstündə nümayiş olunması qəbirstanlığa girişində belə insanların diqqətini cəlb edir. Bu artıq iyrənc bir cəsarətdir. Bu həmin qadınla nikahda olan kişinin birbaşa namussuzluğuna da girən bir məsələdir və açıq-saçıqlığı, əxlaqsızlığı cəmiyyətdə nəinki təbliğ etmək, bunun dinlə əlaqəsi olan bir məkanda qəbirstanlığında yayılması isə böyük günahlardan biridir ki, xahiş edirik ki, əsasən kişilərimizdən vəfat edən qadınların şəkillərini qəbirlərin üstünə vurmasınlar. Bundan sonra qəbirlərin üstündə qiymətə olan bahalı xalçaların və yaxud da xalçaların, palazların sərilməsidir ki, bununla da dinlə heç bir əlaqəsi yoxdur. Əvvəlki dövrlərdə də, Sovet dövrlərdə də bunlar olurdu və hətta bəzi o xalçaları heç kasıblara da vermirdilər. Müəyyən lazımsız işlər üçün sərf olunurdu, bəzən də yandırırdılar ki, güya ona qəbrin üstünə salınıb. Yəni, bunun qətiyyən dinlə əlaqəsi yoxdur. Bu işlərə də yol vermək birbaşa israf günahına girməkdir ki, hörmətli izləyicilər bundan da çəkinsələr yaxşı olardı. Son dövrlərdə bəzən çox nadir hallarda olsa da cənazələrin mərhumun evindən, vəfat etmiş şəxsin evindən qaldırılması müəyyən musiqi sədaları altında baş verir ki, bu da bəzi incəsənət xadimlərinin, müəyyən musiqiçilərin dəfn zamanı, vəfat etdiyi zaman baş verir. Bu isə Allaha qarşı bildirmək istəyirəm ki, Allaha qarşı iyrənc cəsarətə sahib olmaqdır. Peyğəmbər Əsəlamın dövründən bizə əmr etdiyi, bizə qoyub getdiyi üsul mütləq şəkildə dəfn mərasimində insanların hüzünlü, kədərli olması, heç bir demək, gülmək, şadyanalıq deyil, Quran sədaları altında müəyyən surələrin və ayələrin oxunması sədaları altında müşahidə olunmalıdır. Lakin günümüzdə son 200-250 ildir yaranan bəzi radikal cəryanların cəmiyyətdə bunu güya bidət hesab eləməsinin nə əhl-i sünnə, nə də şiə məzhəbinə elə də bir aidiyyəti yoxdur. Çünki Peyğəmbər Əleyhisselamın dövründə kifayət qədər dövründən bizə hədis gəlib çatmışdır. Mərhumun yerdən qaldırılması və qəbrin üstündə Quran oxunması hədislərə görə sabitdir. Burada heç bir İslam dininə zidd bir əməl hesab oluna bilməz. Bu geniş məsələ olduğuna görə növbəti inşallah söhbətlərimizdə bura toxunacaq. Deməli, izləyicilərimiz də bu əməllərə ətraflarında rast gəlsələr bunlara etirazlarını bildirməlidirlər və imkan verməməlidirlər ki, onların ölüləri dəfn yerinə də İslama zidd şəkildə gedilsin. Bundan sonra qadınların dəfn zamanı və yaxud da vəfat zamanı mərhumun üstündə buna el dilində vacibən qoparması deyirlər və hətta bəzi əvvəlki dövrlərdə daha çox bu müşahidə olunurdu. Qadınlar üzlərini zədəliyirdilər, el dilində üzr istəyirəm, üzlərini cırmaq deyirlər buna. Bu da qətiyyən İslam dininə uyğun deyil, günah bir əməldir. Bu, Peyğəmbər Əsəlamın dövründə də olmuşdur. Peyğəmbər Əsəlam qadınları bəzən bir insanın cavan getməsinə daha çox bu hallarda müşahidə olunur və onları səbr etməyə, ölümün yox olmaq deyil, bu dünyadan bir qədər başqalarına nisbətən daha tez o biri dünyaya köçməsi və ölümün yox olması deyil, daha haqq olan bir dünyaya keçməsi kimi qəbul olunmasını tövsiyə etməsi ilə əlaqədardır. Bundan başqa deməli, son dövrlərdə bir qədər vüsət almış qəbir deməli, başdaşının qibləyə uyğunlaşdırılmaması məsələsi var. Mən bunun şahidi olmuşam. Bakı şəhərində bir qəbristanlıq görmüşəm ki,
baş daşlarının hamısı qibləyə baxmışdır. Bildiyimiz kimi İslam şəriətinə görə baş daşı qibləyə doğru qoyulmamalıdır. Baş daşı gün batana doğru qoyulmalıdır. Mərhumun ayaq tərəfi gün çıxana, baş tərəfi isə gün batana doğru olmalıdır. Yəni Bakıda qiblə cənub-qərb istiqamətindədir, 17-22 dərəcə dəyişir. Əvvəlki dövrlərdə, qədim dövrlərdə cənub tərəfə qoyulmuşdur. Sonradan Qafqaz Müsəlmanları İdarəsinin təkid tələbləri ilə bir çox hətta məscidlərdə belə bu səhv düzəldilmişdir. Tutaq ki, xalçalar elə sərilmişdir ki, cənubdan cənub-qərbə doğru meylləndirilib, qiblənin daha da dəqiqləşdirilməsi yönündə lazımı tədbirlər görülmüşdür. Lakin günümüzdə bəzi bələdiyyələrin kvadrat torpaq satması və daha çox yer qazanc əldə etməsi nəticəsində və orada qəbirlərin düzünə, həmin kvadrata uyğun bastırılması nəticəsində bu İslama zidd olan əməllər yer alır. Bildiyimiz kimi qiblə gün batana və gün çıxana doğru 20-30%-dən artıq dəyişdirilə bilməz. Bu dəyişdirilmə artıq qiblənin dəyişdirilməsi kimi, yəni 30%-dən yuxarı, 35-40%, 45%-də artıq bu qiblənin dəyişdirilməsi hesab olunur ki, bu haramdır. Yəni Peyğəmbər İslamın bizə çatdığı qanuna görə ölü qəbrin içərisində sağ çiyni üzərində bastırılmalıdır və qibləyə ölünün üzü yönəlməlidir. Yəni baş daşı qiblə tərəfə qoyulmamalıdır və hörmətli izləyicilərdən xahiş edirəm bu məsələni çox diqqətlə dinləsinlər. Əgər hər hansı bir qəbrin baş daşı qibləyə doğru qoyulmuşsa, bilsinlər ki, bu qəbir düzgün qazılmamışdır. Əgər üstündən keçibsə, müəyyən müddət keçibsə, artıq onlar bilməmişsə, bunun o qədər də ölü sahibinə ziyanı yoxdur. Lakin mütləq o ətrafında olan din xadimləri bunları düzgün təlimatlandırılmalıdırlar ki, qəbrin qazılmasında belə səhvlərə yol verilməsin. Çünki bunun həm ölüyə müəyyən qədər təsiri var, həm də orada olan hökm verən ölü sahibini və oradakı ağsaqqalların kim hökm veribsə, onun gələcəkdə axirət dünyasında müəyyən günah daşıması və sorğu-suala olunması ilə nəticələnəcək. Bundan başqa, müasir dövrdə çox az olsa da nadir hadisələrdə bəzən qəbirlərin içərisinə, düzdür, bu bizdə elə də olmasa da, amma lakin xaricdə, müsəlman ölkələrində də görülür, qəbrin içinə işıq çəkilməsi, hətta Wi-Fi, internet şəbəkəsinə də nə qədər də gülməli görünsə də, həqiqətən biz sosial şəbəkələrdə, müxtəlif platformalarda bunun şahidi oluruq. Bunlar da İslam dininə zidd əməllərdir, günahdır və cəmiyyətdə bidətləri yayılmasıdır ki, bundan da insanların çəkilməsi mütləq surətdə vacibdir. Söhbətimizin sonunda qəbirlərin son dövr insanları ümumiyyətlə bəzi radikal qüvvələrin qəbirlərin üstündə tikilən məqbərələrlə türbələrə hücumları, bunların güya bunlarda içərisində şirk baş verməsi, burada gələnlərin insanların qəbirdə içindəki insana ibadət etməsi kimi gülünc, yəni İslam dininə daban-dabana zidd olan fikirləri ilə bağlıdır. Bəzən İslam dininə Peyğəmbər İslamdan da əvvəl və onun dövründə də sonra da bu şeylər olmuşdur. Bunun içərisində Peyğəmbər Əsəlam heç bir şirk axtarmamışdır. Lakin son 200-250 ildə yaranan bəzi İslam düşmənləri, bəli, onları yaradanla bu məqsədlə yaratmışlar və müsəlmanların içərisində belə zəhərli fikirləri yaymaq məqsədi ilə yaratmışlar. Yəni məqbərəyə gələn, türbəyə gələn insan ümumiyyətlə həmin insana ibadət etmək məqsədi ilə gəlmir. Ümumiyyətlə türbələr, məqbələr, müəyyən tikililər adi, sıravi insanların üstündə deyil. O bölgədə, o cəmiyyətdə, o ölkə üçün mühüm xidmətlər göstərmiş, mühüm dəyərə sahib olan insanların cəmiyyətdə onların elətdikləri nümunə olaraq cavanlara aşılanması, tərbiyə olunması məqsədi ilə tikilir. Bizim istər 1-ci Qarabağ müharibəsində, istər 2-ci müasir dövrdə, 2-ci Qarabağ müharibəsində
unudulmaz qəhrəmanlıqlar, çox böyük qəhrəmanlıqlar göstərmiş şəhidlərimizin bəzi qəbirlərin üstündə onların xatirə abidələri, kompleksləri, müəyyən məqam tikililəri götürülmüşdür, hazırlanmışdır, tikilmişdir ki, bunların heç birində də İslam dininə zidd heç bir əməl yoxdur. Bunlar iki məqsədlə tikilir. Dediyimiz kimi onların birinci məqsədi həmin insanların cəmiyyət, vətən üçün gördükləri nümunəvi işlərin təbliğ olunması. İkinci isə həmin məqbərələrə gələn insanların sayına görədir ki, burada da insanlar yayda günəşin yandırıcı istisindən, qışda isə soyuqdan qorunmaq üçün müəyyən zaman çərçivəsində orada durması, dua eləməsi və müəyyən İslama zidd olmayan duaların, istəklərin həyata keçirilməsi ilə məşğul olurdular ki, bunların da İslam dininə heç bir ziyanı yoxdur. İslam dini bunları qadağan etmir. Ümumiyyətlə, bir kəlmə şirk haqqında deyək ki, şirk tək olan Allaha bərabər hər hansı bir varlığı ibadətə layiq etmək və ona yönəlməkdir. Bildiyimiz kimi ibadətə ora gələn, həmin məqbərəyə, tikiliyə gedən insanların heç birinin həmin insana ibadət etmək fikri yoxdur. Bəziləri ola bilsin ki, cahillikdən yönəlmə məsələsində bəzi səhvlərə yol versinlər, amma oradakıların heç biri əsla orada yatan insanın, aciz bir insanın, nə qədər də o qəhrəman olsa da, həmin insanlar Allah dostudur. Şəhidlər də bildiyimiz kimi cənnətə gedir. Bu bir də qul haqqından başqa bütün onun günahları silinərək cənnətə gedir və onlara yönəlmək məsələsində o Allaha layiq ikinci bir məbud olaraq onu görmür. Lakin onun Allah yanında hörmətin naminə Allaha yönəlib, onun dualarının qəbul olunması və günahlarının bağışlanmasına istəməkdir ki, burada istər əhl-i sünnə məzhəbində, istər şiə məzhəbində şəfaət və təvəssüldür ki, bunun da bütün Quran ayəsi və Peyğəmbər İslamın bizə gələn hədisləri ilə bu sabitdir və İslam dininə heç bir ziddiyyət təşkil etmir. Söhbətimizin sonuna gəldik. Söhbətimizin sonunda hörmətli izləyicilərdən bu dediyim İslam dininin köklü bu məsələdə, qəbir məsələsində köklü prinsiplərinə zidd olan əməlləri həm özləri yol verməsinlər, həm də ətrafında olan bu zərərli adətlərə, İslam dininə zidd vərdişlərə, adətlərə qarşı mübarizə aparsınlar. Bu ümidlə də sizdən ayrılır. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.